ولم أخطئ بدربي لبيتك جئت يا الله أتيت بثقل ذنبي ولم أخطئ. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil fərəcəhum. Salam əziz və dəyərli izləyicilər, axşamınız xeyir olsun. Bir daha sizləri Hikmət Qapısı verilişində xoş gördük. Yenə də həmişə olduğu kimi Hikmət Qapısı verilişimiz canlı yayımlanaraq çox hörmətli bir qonaq və həqiqətən də hər birimizə lazım olan gözəl bir mövzu ilə siz dəyərli izləyicilərin qonağıyıq. Hörmətli izləyicilər, bildiyiniz kimi bugünkü mövzumuz ibrət almaq haqqında olacaqdır. İbrət almaq həqiqətən də çox önəmli və hər birimiz üçün lazımlı, zəruri məsələlərdəndir. Yəni, insanın öz səhvindən ibrət götürməsi, insanın gələcəkdə olan həyatında düzəliş eləməsinə səbəb olar və çox zəruri bir məsələdir ki, inşallah dəyərli ustadımız bu haqda ətraflı söhbət edəcək. Həzrəti Əmir-əl-Müminin Ali əleyhissalam buyurur ki, Əl-i'tibaru yəqudu ilə-rəşəd. İbrət almaq insanı doğru yola yönəldir. Həqiqətən də belədir. Və ağıllı insanlar həmişə öz keçmişlərindəki səhvlərdən və ya başqalarının elədiyi səhvlərdən həmişə çalışar ki, ibrət alsın ki, həm indi özü o səhvləri yerinə yetirməsin və həm də gələcəkdə o səhvləri yerinə yetirməkdən çəkinsin. Allah Teala bizlərə də həmişə ibrət almaq və aldığımız ibrətə əməl edərək o səhvləri etməməkdə bizlərə kömək olsun inşallah. Hörmətli izləyicilər, studiyamızın qonağını təqdim etməzdən öncə bir daha diqqətinizə çatdırıram ki, suallarınızı və təkliflərinizi bizi izlədiyiniz platformaların direkt və rəylər bölməsinə və ekranda gördüyünüz WhatsApp nömrəsinə ünvanlaya bilərsiniz. Hörmətli qonağımız suallarınızı inşallah vaxt çərçivəsində cavablayacaq. Verilişimizin bugünkü əziz və dəyərli qonağı Cənab Höccətül İslam Hacı Xəlil İsmailovdur. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Aleykümselam və rəhmətullah. Çox sağ olun, mən də sizi və dinləyicilərimizi salamlayırım. Aleykümselam, Allah razı olsun. Təşəkkür edirik ki, dəvətimizi qəbul edib, dəyərli vaxtınızı alıb gəldiniz ustad. Allah sizdən razı olsun. Ustad, həqiqətən də mövzumuz çox maraqlı bir mövzudur. Yəni, bir çox insanların və belə deyək, bütün insanların gündəlik qarşılaşdığı məsələlər və təəssüflər olsun ki, bir çoxlarımızın əməl etmədiyi bir məsələdir. Bu ibrət almaq məsələsi ki, çox az və istisna insanlar var ki, öz səhvlərindən ibrət alıb, onda düzəliş edirlər. Zəhmət olmasa ustad, elə bu maraqlı mövzu ətrafında istərdik bizləri və hörmətli izləyicilərimizi məlumatlandırasınız. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Sallallahu ala seyyidina ve nebiyyina eşrefil enbiyayı vel mursalin. Habibi ilahil alemin. Ebil Qasimi Muhammed ve alihi tayyibin tahirin ve lanetullah alel kavmiz zalimin. Qala Aliyyun aleyhisselam. Ma ekserel iber ve egallel i'tibar. Necə ki, siz işarə elədiniz, insanın öz keçmişinə bir nəzər salması, elədiyi səhvləri tapması və səhvləri tapandan sonra elədiyi səhvlərdən ibrət alması, dərs alması, bu bizim həyatımızda çox vacib və mühüm olan bir məsələlərdəndir. Niyə görə? Buna görə ki, insanın öz keçmişindən, insan keçmişindən dərs alsa, bu onun həyatında, gələcəyində inkişafı deməkdir. İnkişafı müxtəlif sahələrdə inkişafı. İstər
elmi inkişafı, istər mənəvi inkişafı, istər maddi, dünyəvi, gördüyü iş, olduğu mühit, xülasə insan, hər bir insan öz həyatında istəyir ki, onun bir irəliləyişi olsun, inkişafı olsun. Maddi baxımdan, mənəvi baxımdan hər iki sahədə, həm maddi, həm mənəvi, insanın inkişafında bu böyük, mühüm bir məsələdir. Əgər insan keçmişindən dərs almasa, elədiyi səhvləri başa düşməsə və dərs almasa, bu insan heç vaxt inkişaf eləyə bilməz. İrəliləyiş onda ola bilməz. Bəli. O eynən oxşayır, o bir nəfər yerində addımlayar, nə qabağa gedər, nə arxaya gedər, yerində addımlayana oxşayar bu. Ki bu insanın həyatı eyni vəziyyətdə qalar, geridə qalmış vəziyyətdə qalar. Onda bu insanda irəliləyiş olmaz. İnsan həm öz həyatından, öz elədiyi səhvlərdən ibrət almalı, həmçinin başqalarında da görəndə, başqalarının da səhvini görəndə onlardan da ibrət almalı. Bəli. Yəni bu qarşılıqlı və iki tərəflidir. İki tərəflidir. Öz həyatın, həmçinin başqaları insan ola bilər ki, hətta özünün elə o qədər səhvləri olmasın, irəliləyişləri çox olsun. Amma başqalarında səhvləri görüb ondan ibrət alır, ona görə həyatında belə irəliləyişlər olur. Amma bir insan ki, nə öz səhvlərini qəbul edir, nə başa düşür, nə ibrət alır, dərs alır, nə başqalarının elədiyi səhvlərdən dərs alır, bu adam geridə qalmış bir insan olmalıdır. Ola bilməz bu insanda irəliləyiş olsun. Həzrət Əli əleyhissalamın gözəl bir kəlamı var Nəhsül Bəlağədə. Həzrət Əlinin, imamlarımızın, məsumlarımızın bütün kəlamları gözəldir. O cümlədən bu kəlam Nəhsül Bəlağənin 31-ci məktubundadır Həzrət. Bu 31-ci məktubda Həzrət Əli əleyhissalam oğlu İmam Həsən əleyhissalam bu məktubu yazıb. Çox gözəl məktubdur. Yəni hər kəsə tövsiyə olunması, özümüzə, başqalarına tövsiyə olunması məktubdur ki, hər kəsə oxusun, əməl eləsin. Bəzən görürsən, müraciət edirlər ki, bizə bir dəsturu əməl göstərir. Məsələn, biz nə edək, nəyə əməl edək? Məsələn, müraciət edirlər, böyük alimlərə müraciət olunur. Dəsturul əməl həmən bu Nəhsül Bəlağənin 31-ci məktubu. Məsumlarımızın kəlamları, ümumiyyətlə, xüsusilə Nəhsül Bəlağənin 31-ci məktubudur. Həzrət Əli əleyhissalam oğlu İmam Həsən əleyhissalama bunu yazıb, amma bu məsum şəxsə bunu yazıb. Həzrət Əli əleyhissalam oğlu İmam Həsənə yazıb bu. Əslində nə Həzrət Əli əleyhissalamın, nə də ki İmam Həsən əleyhissalamın ehtiyacı yox idi. Onlar məsumdur. Və bunlar bunun üçündür ki, elə bil ata öz oğluna bu tövsiyəni eləyir, bu məktubu yazır. Əli əleyhissalam orada elə bir məsələlər, nöqtələrə, həyati nöqtələrə orada Həzrət işarə eləyir. Bu həqiqətdə bizlərə tövsiyədir. Həzrət Əli əleyhissalam bizlərə tövsiyə edir ki, bəli, həyatınızı belə qurun. Mömin olan kəs, dindar olan kəs gərək həyatını belə qursun. Xülasə, Həzrət orada buyurur, bəli, sözünüz buyurur. Bəli, Ustad, elə həqiqətən qeyd edirsiniz ki, məsumların sözləri bu cürdür. Həqiqətən, Ustad, yəni məsumların hər bir kəlamı dənə-bədənəsi qızıldan dəyərlidir. Yəni, əgər bizlər bunu başa düşüb, dərk edib, öz həyatımızda icra eləsək, yəni ki, bəlkə də nədənsə ibrət almağa da ehtiyac olmaz. Çünki insan səhv eləməz. Yəni, nə baxımdan, insan bacardığı qədər maksimum həddə onların sözünə qulaq assaq, yolumuzu düz gedərik. Yəni, əyri-üyrü yollara getmərik. Yəni, zalimlərin arxasıca və s. digər şeylərə, belə deyək də, şeytanın arxasıca addımlamarıq. Düzdür, bəli, elədir. Deməli, Həzrət Əli əleyhissalam bu məktubun, 31-ci məktubun bir hissəsində İmam Həsən əleyhissalama buyurur, ibrətlə bağlı, ibrət almaqla, başqalarının
keçmişdəkilərin, başqaların həyatını görüb, onların səhvlərini görüb ibrət dərsi almaq. Həzrət buyurur, ey bunəyyə, ey mənim balam. Bunəyyə elə bizim öz dilimizdə balam deməkdir. Ey bunəyyə, oğlum, balam, inni və illəm əkun ummirtu umura mən kanə qəbli. Həzrət Əli əleyhissalam buyurur ki, düzdür, məndən əvvəlkilərin keçmişdə olanlarla, onlarla yaşamamışam. Keçmişdə olan insanlar, Həzrət Əli əleyhissalam bu kəlamı buyurur, təqribən 14 əsr bundan əvvəl. Həzrət buyurur ki, mən özümdən əvvəlki insanlarla, o tarixdə keçmiş olan insanlarla düzdür yaşamamışam, onları görməmişəm, onlarla bir yerdə yaşamamışam. Fəqət nəzərtu fi əmali. Amma mən onların gördüyü işlərə baxmışam, düşünmüşəm. Keçmişdə Fironlar nə elədi, filan kəslər nə elədi, peyğəmbərlər necə həyat yaşadı, onların əməli necə oldu, qeyri-peyğəmbərlərin həyatı necə oldu, Firon kimlərin həyatı necə idi, hakimlər, qeyri-hakimlər, adi insanlar, onların əməllərinə nəzərtu fi əmalihim, yəni baxıb düşünmüşəm. Tək baxmaq yox, biz bəzən tarix oxuyuruq ki, bəli, keçmişdə filan hadisə baş verdi, filan hadisənin baş vermə səbəbləri filan idi, filan səhvlər oldu, filan şeylər oldu. Onları oxumaq yox, oxunub düşünmək. Həzrət buyurur, mən fikirləşmişəm. Ona görə buyururlar ki, bir var insanın məlumatı olsun ki, bəli, tarixdən xəbərim var, keçmişdə kimlər nələr elədi. Təfəkkür olmaya da. Bəli. Elə bunu deməsin. Təfəkkür olmasa, məlumat, sırf ancaq və ancaq məlumatın olmasa insanı irəliyə aparır. Bəli, həqiqətən o söz. İnsan düşünməlidir. İndi düşünəndən sonra insan ibrət dərsi almalı. Bu ikinci şərtdir. Bundan, bu iki şərtdən əlavə ən birinci şərt budur ki, insan birinci öz səhv elədiyini qəbul eləməlidir. Və yaxud başqalarının səhv elədiyini qəbul eləməlidir. Mən özümün səhv elədiyimi qəbul eləməsəm, heç vaxt mən ondan ibrət dərsi də almaram. Çünki mən özümü düz bilirəmsə, nə ibrət dərsi alacam ondan? Təəssüflər olsun ki, bəziləri o etiraf eləmə qabiliyyəti onda yox. Etiraf eləyə bilmir. Özü səhv eləyir, amma etiraf eləyə bilmir, qəbul eləmir. Deyəndə də və yaxud özü görəndə də hətta o ruhiyyəsi elədir ki, etiraf eləmək istəmir, qəbul eləmək istəmir ki, bəli, mən burada səhv edirəm. Bunun da müəyyən səbəbləri var. İnşallah indi vaxtımız icazə versə, sonra hansı insanlardır ki, etiraf eləyə bilmir, dərs ala bilmir. Əsas o bəzi xüsusiyyətlər var, onlara inşallah işarə eləyərik. İnşallah. Ustad, icazə versəz, həqiqətən də bu qeyd etdiyiniz məsələ ilə Allah Teala Quran-ı Kərimdə də baxsan ki, bir çox yerdə insanları düşünməyə dəvət edir. Niyə düşünmürsünüz? Həqiqətən də baxsan ki, elə Quran-ı Kərimin özünü, yəni boş oxumaqla insan ondan yəni bir çox faydalanır, o heç öz yerində. Amma yəni o ki lazımı qədər lazımdır, ehtiyac var, o insan ondan fayda götürə bilməz. Elədir. Təfəkkür elə bir hər şeyin hər şeydə ana hesabıdır. Bəli. Əgər bir əməl, bir şey düşüncəsiz olsa, onun çox az faydası olar. Bəzən əks nəticəsi olar. Düşüncəsiz görülən iş. Hər bir şeydə hökmən o düşüncə öz təsirini buraxır, rol oynayır. Həzrət buyurur ki, ey mənim balam, mən düzdür o keçmişdəkilərlə birgə onlarla yaşamamışam, onları görməmişəm. Amma fəqət nəzərtu fi əmalihim. Mən onların əməllərinə baxıb düşünmüşəm onların əməli barəsində. Təfəkkür eləmişəm ki, bu şeylər niyə baş verdi, filan kəslər niyə bu işi gördü, niyə görmədi və fəkkərtu fi əxbarihim. Fəkkərdə həmən fikirləşmək. Fikirləşmişəm. Onların barəsində ki, bizlərə gəlib tarix xəbər verib, onların o barəsində tarixin bizə dedikləri barəsində düşünüb fikirləşmişəm və sirtu fi asarihim. İkinci bir məsələ.
Həzrət buyurur ki, əvvələn burada bir sual yaranır. Sual yaranmır, bu Həzrət Əli əleyhissalam vardı, belə bir sual yoxdur. Amma o tanımayanlar, bilməyənlər üçün, Həzrət Əlini tanımayanlar üçün. Həzrət Əli əleyhissalam harda oxumuşdu bunları? Tarixi harda oxumuşdu Həzrət? Hansı ustadın yanında oxumuşdu? Amma Həzrət buyurur ki, mən onların bütün Həzrət Əli əleyhissalamdan qabaq tarixdə hər nə baş verirsə Həzrət Əli əleyhissalam onları bilirdi. Allah tərəfindən verilən Peyğəmbərimizin vasitəsindən xülasə elmi lədunni deyilir də buna. Həzrət buyurur ki, mən bunları ki bilirəm, onların əməlləri barədə, onların xəbərləri barədə düşünmüşəm və sirtu fi asarihim və onlardan qalan tarixdə, keçmişdəkilərdən hər nə qalıbsa gedib onların hamısında seyr eləmişəm. Çox mühüm məsələ. Fərz eləyək ki, məsələn, hansısa bir yerdə tarixi abidə var, keçmişdəkilərdən qalma bir tarixi abidədir. Filan şəhər, filan kənd, keçmişdəkilərin yaşadığı yerlərdir. Həzrət buyurur ki, mən oralara getmişəm, onlardan qalan tarixi əsərlər, hər nə varsa, gedib orada seyr eləmişəm. Baxmışam. Hərçən onlarla bircə yaşamamışam, amma bunları eləmişəm. Hətta udtu kə əhədihim bəl kəənni bima intaha iləyyə min umurihim qəd ummirtu mə əvvəlihim ilə axirihim. Həzrət buyurur ki, mən o qədər, yəni onların gördüyü əməllər, elədikləri barədə düşündüm, onlardan qalan əsərlər getdim, seyr elədim, gördüm. Elə oldu ki, elə bil ki, mən onların birinə çevrildim. Elə bil mən onlarla birgə yaşamışam. Onların yanında yaşamışam. Onlarla bir olmuşam. O qədər onların gördüyü işlər barədə düşündüm. Təfəkkür elədim, getdim. Hətta yəni gedib onlardan qalan əsərləri görmək, ibrət almaq, bunlar özü çox mühümdür. Ona görə tarixi yerlərin belə bir ibrət barədə böyük bir təsirləri var. Bu şərtlə ki, insan getsin, amma ibrət dərs alsın oradan. Ustad, bu qeyd etdiyiniz məsələ təəssüflər olsun, bir çox insanlar bu cür yerlərə, məsələn, tarixi abidələr olsun, qədim yerlər olsun, sadəcə olaraq bir gəzinti məqsədi ilə gedirlər ki, məsələn, indi bəzi şəkil çəkdirib harasa qoysunlar və s. də bu kimi bir gəzinti ünvanında, amma qeyd etdiyiniz ünvanda ki, insan gedə ibrət ola ki, baxa burada məndən qabaq, neçə əsrlər qabaq insanlar yaşayıb gedib və mən özüm də bir gün burada olmayacağım. İnsan həqiqətən bu baxışla baxsa, ustad, çox şeylər ələ gətirə bilər. Bəli, elədir. Təəssüflər olsun ki, bizim bir çoxlarımızın dünyaya baxışı, dünyəvi baxışdır. Bəli, bəli. Maddi bir baxışdır. Biz gəzintiyə də gediriksə, bu niyyətlə ki, məsələn, çox işləmişəm, məşğuliyyətim çox olub, gedim, biraz istirahət eləyim, məsələn. Olmağına bu yaxşıdır. İnsan bəli, hərdən istirahətə də getməlidir. Bəli. Gedib eyni açılmalıdır ki, onu gələ həyatında xülasə müsbət təsirlərini buraxsın. Amma bunlar hamısı müvəqqəti şeylərdir. Düzdür, bunu insan eləyir. Gedirsən, gəzintiyə getdin, şəkil də çəkdirdin, şəkil də qoydun filan. Bəli, bu 5 günlük, 3 günlük, 1 aylıq deyək, 5 aylıq deyək. Ondan sonra əvvəlki vəziyyət yenə qayıdır insan. Amma belə bir şey təfəkkürlə yanaşı olsa, bu müvəqqəti deyil. Bu onun bütün həyatını, gələcəyini, ömrünü dəyişir. Təsiri olur da insana. Təfəkkürlə yanaşı olsun və təfəkkür də bir dəfə, 2 dəfə yox, təfəkkürü həmişə olsun. Bəli, bu olsa artıq insanın həyatı da dəyişir. Gəzintiyə getmişsən, çox yaxşı. Gedirsən, orada yeniliklər görürsən, yeni nəsə öyrənirsən, elmin çoxalır, təcrübən çoxalır, qayıdırsan, sən o səhvləri eləmirsən, gör nə qədər sənin həyatın dəyişir. İnsan həyatında niyə yorulur ki? İnsan ümumiyyətlə niyə istirahətə ehtiyacı var? Bir səbəbi budur ki, insan o qədər səhvlər eləyir. Səhvlər eləyir, stresslər, həyəcanlar,
səhvlərinin nəticəsində olan çətinliklər ona yaranır. Axırda insan yorulur. Onun artıq istirahətə ehtiyacı var. Bu qədər məsələn insan bir adi misal deyim. Bir çox insanları görürük də, şikayətlənir ki, çox yorğunam, gecə-gündüz işləyirəm. Ailəmdə problem, öz şəxsi problemlərim, evin pulunu verə bilmirəm, maşının pulunu verə bilmirəm. Məsələn, filan şeyin kredit götürmüşəm, krediti ödəyə bilmirəm, kreditə görə gecə-gündüz işləyirəm, gündüz idarədəyəm, gecə maşınla işləyirəm, filan firmada işləyirəm, gecəm, gündüzüm. Niyə? Niyəsinə baxanda bu insan görürsən ki, bəzi səhvlərə yol verib, indi düşüb bir batlağa, məcburdur indi gecəsi, gündüzü olmaz. Bu insanın indi düzdür, istirahətə ehtiyacı var, yorğundur. Amma səhvlərin nəticəsidir. Ehtiyac olmayan bir şeyə görə insan niyə kreditə girsin? Məsələn, hətta şəriətimizin, hətta o ehtiyacın varsa da hər ehtiyaca görə insan gedib kreditdə pul götürə bilməz. Əgər bu faizlə verilirsə, insan faizlə pul götürə bilməz. Hələ onun günahını qoyaq kənara. Adi məsələn həyatımızı. İnsan səhvlər eləyir, düşür batlağa. Sonra da bəli, indi istirahətə də ehtiyac var, misal üçün. Demək istəyirəm, o gedəndə, başqa yerlərdə, o keçmişdəkilərin elədiyi səhvləri görəndə, bəli, onda gərək dərs alanda deyirsən ki, bəli, bu səhvləri mən gərək eləməyim. Əgər düşündün bu şeylər barədə, sabahki evinə qayıdırsan, yavaş-yavaş o səhvlərini düzəldirsən, stresslərin də azalır. Sənə aramlıq gəlir, özünə, həyatın, ailənin həyatı nə qədər insan düzəlir. Stresli insanın əxlaqı yaxşı olmur adətən. Stresli insan aqressiv olur. Kobudluğa yol verir. Kobudluq edirsən, günaha yol verirsən, günaha düşürsən. Cürbəcür insana həm əxlaqi rəzilətlər gətirir insana, həm günahlara, nələrin mənşəyi, kökü görürsən ki, insanın elədiyi səhvdən başlayır. Bu səhvləri eləməsəydin artıq insan gəlib bu yerə də çatmaz. Amma bundan da mühümü, eybi yoxdur. İnsan səhv eləyər. İnsan yıxılar da, durar da. Yıxılmağın eybi yoxdur. Amma bundan mühüm odur ki, yıxılsan durasan, bacarasan, durmağı bacarasan. İnsan səhv eləyər, amma bundan mühüm odur ki, insan elədiyi səhvi qəbul eləsin. Əgər qəbul eləməsən, oradan o insanın müsibəti başlayır. O insan həm özünə qarşı haqsız zülm eləyir, səhvini qəbul eləməyən, problem çıxardır, ailəsinə də problem çıxardır, başqaları ilə də problem çıxardır. Həmişə elə narahatçılıqda, söz-söhbətdə, davada belə insanların işi belə olur. Çünki səhvin qəbul eləmir, qarşı tərəfdə çalışır ona səhvin qəbul elətdirsin, o da əksinə inadkarlıq edir, qəbul edir. Xülasə çox problemlər oradan başlayır. Ustad elədir, həqiqətən. Həzrət ona görə Həzrət buyurur ki, mən bu keçmişdəkilərin, onların həyatına baxdım, düşündüm. Elə o qədər düşündüm ki, elə bil onlardan biri oldum. Elə bil onlarla yaşamışam. Onların içində görmüşəm bu şeyləri. O qədər dərindən düşünür. Təcrübə eləmişəm. Ona görə Həzrət Əlinin həyatında zərrə qədər səhvi yoxdur Həzrət Əli. Digər məsumlarımız da belədir. Amma bütün digər məsumlarımızın o həyatında olan çox şeylər bizə gəlib çatmıyor. Amma Həzrət Əli əleyhissalam barədə müəyyən qədər o da təqribən 5 il Həzrət Əli əleyhissalam ki, hakimiyyətdə, rəhbərlikdə oldu. O bais oldu ki, əlhəmdülillah Həzrətin həyatından müəyyən qədər bizə çatsan, bəli, Həzrətin xütbələri, çıxışları, məktubları yazdılar, ravilər var idi, yazdılar, qeyd elədilər. Digər məsumlarımızın əleyhissalam təəssüflər olsun ki, müəyyən qüvvələr qoymadı və ona görə onların o həyatı
bizə çox qaranlıq şəkildə Düzdür. qaldı. Xülasə, bəli. Bəli. Üstad elə bayaq qeyd etdiyiniz məsələyə uyğun elə Həzrəti Əli əleyhissalamdan bir gözəl hədis var ki, ağa buyurur, kimin ibrət alması çox olarsa, büdrəməsi, yəni səhvləri az olar. Həqiqətən də qeyd etdiyiniz o məsələlər çox gözəl məsələdir. Yəni insan nə qədər çox ibrət alsa, bir o qədər az səhv eləyər. Həzrət Əli əleyhissalamın digər bir kəlamı var. Bu da Nəhcül Bəlağədədir. Nəhcül Bəlağənin 289-cu hikmətidir. Bəli. O bayaq dediyimiz məktubda deyil bu Məktubun. hissə. Ma əksərəl ibər və əqəlləl etibar. İbrət almağa nə qədər şeylər var, amma hanı o ibrət alanlar? İbrət alanlar çox azdır. Həzrət Bəli. burada təəccüblə bunu buyurur. Nə qədər ibrət almalı şeylər var, amma ibrət alanlar çox azdır. Çox az, Hardadır bu düzdür. ibrət alanlar? Görürsən ki, bu günlərin, keçmişdəkilərin demək olar çox hissəsi. Tarix bizim əlimizdədir, tarix bizə çox şeylər nəql edir. Amma biz keçmişdən ibrət almırıq. Hə. Keçmişdəkilər nə səhvlər elədilər, aqibətləri necə oldu? Ondan dərs almırıq. Bəli. Fironlar, qeyri-fironlar nələr elədilər? Peyğəmbərimizdən sonra sallallahu aleyhi və aleyhi Maviyyə nəsli gəldi hakimiyyətə. Əllərindən gələn zülmləri elədilər. Axırda nə oldu? Onlardan sonra Əbbasi nəsli gəldi hakimiyyətə. Əllərindən gələn zülmləri elədilər. Amma axırı nə oldu? Səhvlərə yol verdilər. Allahın istədiyini eləmədilər. Aqibət birinin başı kəsildi. Biri mən başı kəsilməklə getdi. Bu qardaş oğlusu qardaşın başını kəsdi. Bu o atasının başını kəsdi. Ata oğlunun başını kəsdi. Mən filan kəs ki, hakimiyyətdə qalmaq. Amma sonda nə oldu? Sonda hamı getdi torpağın altına. Sonda lənət yiyəsi oldu, getdi torpağın altına. Yığdıqları heç kimə qalmadı. Elə yenə qaldı o birisi insanlar. Kimlərin də əlinə çatdı. Onlar da istifadə elədiyini elədi, eləmədi də qaldı. Onlar da torpağın altında. Elədir usta. Nə oldu? Axırda nə olur insana? Axırda, sonda da Allahın huzurunda bu insanlar cavab verməlidir. Belə insanlar, bunu da biz görəcəyik. Bu hissəni hələ ki gözümüzlə Allah qarşısında cavab verməliyik. Hələ ki gözümüzlə görməmişik. Amma bundan qabaqki hissələri özümüz də təcrübə edirik həyatımızda. Ölənləri də görürük. Özümüz də bir gün ölüb gedəcəyik. Görürük, səhv eləyənləri də görürük, düz eləyənləri də görürük. Bir dənə bizə qalıb Allah huzurunda cavab verməyi. O da təcrübədən keçəcək, amma gezi tezi var. O qiyamət günü də gələcək. Bir gün o da gələcək. Amma o gün gəlməmiş, bizə onu Peyğəmbərlər o barədə məlumat verib. Allahın ən düz, ən təmiz insanları o barədə məlumat verib ki, sizi qarşıda belə bir gün gözləyir. İndidən tədbir qılın, tədbir görün bu barədə. İbrət alın keçmişdən, gələcək üzü düzəldin, axirət üzü arasında da düşünün. Bu səhvlərə yol verməyin. Sabahlarım siz də o şeyləri təkrar eləsə, sizin də aqibətiniz budur. Amma təəssüflər olsun ki, ma əqəlləl etibar. İbrət dərsi alan çox azdır. Amma insan istəyir ibrətin alsın, almasın. Həyat belədir. Bu müəyyən səhvləri eləsən, nəticəsi göz qabağındadır. Sənin aqibətin də odur. O səhvləri eləsən. Yox, o səhvləri eləməsən, sənin aqibətin çox gözəldir. Yəni, bu dünyanın, necə ki, bu təbiət aləminin qanunları dəyişməz qanunlardır. Bu mənəviyyat aləminin də qanunları dəyişməz qanunlardır. Necə ki, belə deyək, riyaziyyat qanunları dəyişməzdir. 2 üstə gəl, 2, 4 eləyir. Nəticə budur. Heç vaxtı 3 yarım eləyə bilməz, 4 yarım eləyə bilməz, 5 eləyə bilməz.
Əgər 2 üstə gəl, 2-dirsə bu 4 eləməlidir. Mənəviyyat aləmində də belədir, təbiət aləmində də belədir. Orada əgər o səhvlərə yol verilsə, o amillər, səhvlərə amil olan, səbəb olan şeyləri, onları insan eləsə, nəticə həmin nəticədir. Zaman keçdikcə, dövr müasirləşdikcə heç nə dəyişməyəcək. O şeyləri insan eləsə, artıq nəticəsi Nəticəsi həmin məlumdur. şeydir. Bəli. İnsan bundan ibrət almalıdır. Düz. İnsan baxmalıdır. Hər nə, keçmişdəkilər hər nə idisə, istəyir özlərini qalxızıb dağın başına qoyanlar Firon kimilər. Firon o qədər özünü yüksək bilirdi. Axırda Allahlıq iddiası elədi. Sonda əvvəllər Allahlıq iddiası eləmirdi. Sonralar başladı cəmiyyətə Allahlıq iddiası eləməyə ki, sizin hər nəyiniz varsa mənəm, Allahınız da mənəm. Ənə Rabbukumul əla. Rəbbinizəm, Rəbb sözü ilə də kifayətlənmədi. Əla da deyir. Yəni ən üstün Rəbbiniz mənəm. Gözü doymur. Bəli. Belə bir Rəbb suyun içində boğuldu, getdi. Heç nə də eləyə bilmədi. Bu nə Rəbb idi? Avam insanlar, niyə avam idilər? Çünki onlar da özlərindən qabaqçılardan həm öz səhvləri, həm başqalarının səhvlərindən ibrət dərsini almamışdılar. Hansı ki, Firon bilirik də, Misirin Fironlarından, hakimlərindən idi. Bu, Misirin tarixi illər əvvələ qayıdır. Çox böyük və tarixi var da. Bu insanlar, amma özlərindən qabaqki insanlardan da o dərsi almadılar. İbrət dərsi alsaydılar, nə o səhvə yol verərdilər, nə Firon kimi, nə Allah kimi qəbul edərdi, nəsə onu hakim kimi qəbul da eləməzdilər. Əgər bu ibrət dərsini alsaydı. Ustad, bağışın icazə versəz, bir məsələni qeyd etmək istəyərdim. Çünki gözəl nöqtələrə işarə edir. Həqiqətən insan qulaq asdıqca, həqiqətən sözün əsl mənasında ləzzət alır və çalışır da ibrət də alır. Və ustad, təəssüflər olsun, bir məsələ var ki, indiki elə biz öz zamanımızdan götürdüksə, indiki məsələn zalimlar, baxırsan ki, qədimdəki zalimların həyatına baxıb, onlardan özləri üçün ibrət götürürlər. Nə mənada? Məsələn, onlar o vaxtda necə zülm ediblər? Hansı məsələn metodlardan istifadə edib məzlum insanlara, dinc əhaliyə zülm ediblərsə də, onlar üçün özləri dərs götürürlər və o bəzi metodlarda həqiqətən tətbiq edirlər insanlar üzərində. Amma dərd burasındadır ki, ustad, indiki bəzi, bu belə deyək də, məzlum cəmaat mı deyim, ya istər dindar bir cəmiyyətlər mi deyim, keçmişdəki dindarların ya məsələn salih insanların başına gələn tarixlərinə baxıb ibrət götürmürlər. Yəni onların başına gələn hadisələrdən ibrət götürmürlər. Yenə də baxırsan ki, orada o vaxtı insanların elədiyi səhvləri bu günümüzdəki insanlar da o səhvləri təkrarlayırlar. Yəni zalimlar baxırlar öz sələflərindən, keçmişdəki insanlardan ibrət götürür, zülmlərini artırır, amma təəssüflər olsun, yaxşı insanlar ibrət götürmürlər, azdır ibrət götürənlər. Bəli, onu da bayaqlarım da ki, işarə elədik. Bir insan, burada 2 dənə məsələ var. Bir, insan əvvələn öz səhvini başa düşsün və yaxud başqalarının elədiyi səhvi başa düşsün. O səhvi görə bilsin. Bu səhvi görə bilmək özü bir mühüm məsələdir. Və yaxud dediyimiz kimi, bəziləri o səhvi görə bilmir. Və yaxud görür, dərk eləyir, amma qəbul eləyir, etiraf eləmir, eləmək istəmir onu. Və digər bir məsələ, insanın həyata baxışıdır. O baxış özü bir dənə mühüm rol oynayır. İnsan əgər dünyaya dünyəvi baxışla baxsa, axirət baxışı ilə yox, axirəti qəbul eləmirsə, onun qarşıda axirət adlı bir aləm olacaq, qiyamət adlı bir aləm olacaq, orada cavab verməli olacaq. Belə bir şeyləri, əqidəsi, inamı yoxdursa, sırf bu insanın əqidəsi budur ki, insan bu dünyada yaşayır, ölür, gedir, qutarır, puç oldu, getdi məsələn. Əgər baxış budursa, ki, bir çoxlarında belədir, bu, o keçmişdəkilərdən ibrət alanda da, onun aldığı elə ibrət, elə siz buyuran kimi,
Bu olacaq ki, görün filan hakimlər öz dünyalarına çatmaq üçün hansı planlardan istifadə edib, cəmaatı necə əzib, hansı yolla əzib, öz Bəli, bəli. məqamını, postunu məsələn onun götürdüyü ibrət bu olacaq. Həqiqətdə bu ibrət deyil. O şeytanlığın, o hiyləgərliyin, o hiyləgərlik üçün aldığı dərslərdir. Bu Düz. ibrət dərsi deyil. İbrət dərsi odur ki, insan həqiqətən ibrət İslah olmaq alsın, üçün götürür. özü də islah olsun, gələcəyi də islah olsun, Bəli. insanların da gələcəyini islah eləyə bilsin. Buna deyərlər ibrət dərsi. Bu mənfi cəhətdən Bəli. götürülür. Bu ancaq öz dünyasına, özünə xeyirli, faydalı bəli. olan şeyləri götürsün, amma o başqa şeyləri görə bilməsin. Bu artıq ibrət dərsi almaq deyil. Təəssüflər olsun ki, çox insanlar, biz çox insanlar beləyik, keçmişimizdən elədiyimiz səhvlər və yaxud başqalarına elədiyi səhvlərdən o ibrət dərsini almırıq, alanda da belə alırıq. Bəli. Belə ibrət dərsi götürürük, təəssüflər olsun ki, amma bu insanın həyatına irəliləyiş gətirə bilməz. Bəli. Vaxtımıza 1-2 dəqiqə qalıb. Hətta belə bir iş görənlər də ki, məndən qabaqçılar görün dünyalarına çatmaq üçün hansı yollardan istifadə edib, mən də o yoldan istifadə edeyim. Amma buna diqqət eləmirlər ki, ya bəzən diqqət edirlər, amma qəbul eləmək istəmir, özünü inandırmaq istəmirlər belə insanlar. Özlərini aldadırlar, deyirlər ki, o keçmişdəkilər bu plandan istifadə eləyib, amma sonlara, aqibətləri başqa. İnşallah mən belə olmaram, özün aldadır. İnşallahla həqiqət dəyişmir. Bayaq dediyimiz kimi, necə ki, təbiət qanunları dəyişməzdir, o şeylər təkrar olsa, nəticə də həmindir, o heç vaxt dəyişməyəcək. Bu insanlar gərək özlərini aldatmasın. Onları da belə bir nəticə gözləyir. Amma biraz geci var, tezi var. Necə ki, o insanlar da, o keçmişdəkilər də, onlar da özlərini elə aldadırdılar ki, İnşallah falan olmaz. İnşallah mən bunu eləyəcəm, məqsədimə çatacam. Başqalarının haqqına girəcəm, hiyləgərlik yolu ilə mən məqsədimə çatacam. Elə özlərini aldada, sonda da Firon kimisi suda boğuldu, o birisi nə bilim, bəla nazil oldu, falan oldu. Hər halda hamının sonu o torpağın altıdır. Bəzisi heç torpağın altına da getmir. Bəli. Heç məlum olmur, hara gedir. Axırı bizim sonumuz axirətdir, qiyamətdir. Allah qarşısında cavab verməliyik. Bütün əməllərimizdə istər fərdi, istər ictimai fərqi yoxdur. O qədər diqqətli olmalıyıq. Elədiyimiz səhvi qəbul eləməliyik, düşünməliyik, tapmalıyıq əvvələn səhvləri. İkinci, qəbul eləməliyik. Üçüncüsü də ibrət dərsi almalıyıq. Allah bizi inşallah ibrət alanlardan qərar versin. Amin inşallah ustad. Allah razı olsun. Gözəl söhbət oldu. Elə həqiqətən ibrətamiz bir mövzu oldu, söhbət oldu. Allah sizi salamat eləsin və indi isə icazənizlə ustad, dəyərli izləyicilərimizin suallarını sizin diqqətinizə çatdıraq. Deməli ustad, izləyicimiz yazır ki, salam, hər vaxtınız xeyir, əleykəssalam. Cinlərin olması həqiqətdirmi? Həqiqətdirsə, onlar harada yaşayırlar? Bəli, cinlərin olması ki, bu bir dənə həqiqətdir. Quran-ı Kərimdə də bildiyimiz kimi Cin surəsi var, Cin adlı surə var. Orada da indi sualı yazan hər kəsdir. O Cin surəsinə də müraciət eləsin, baxsın, ayələri oxusun, görsün orada Allah Teala nə buyurur. Orada cinlərin danışığı var. Onlara Allah Teala nə buyurur? Bu bir dənə həqiqət, inkar edilməz həqiqətdir. Hərçənd bəziləri qeyri-din alimləri, başqaları tərəfindən inkar olunur. Xeyr, bu inkar ediləsi bir şey deyil, həqiqət. Allah Teala mələk adlı varlıq yaradıb, insan, bəşər adlı varlıq yaradıb. Bunların həqiqətləri tamamilə bir-birindən fərqlidir. Bir də cin tayfası adlı Allah Teala varlıq yaradıb. Onların da vücudu, həqiqətləri bir başqa cürdür, bizdən fərqlidir. Fərq də bundan ibarətdir. Onlar gözlə görünmür, amma bizim
cismimiz var deyənə biz gözlə görürük. Amma Bəli. onların yaşadığı yerlər, onlar bizə tam dəqiq məlum deyil. Çünki biz onları görmürük harda Bəli, yaşayır. bəli. Amma bu qədər məlumdur ki, onlar o cəmiyyət, insan cəmiyyətləri olan yerdə yaşamırlar. Ucqar yerlər, elə bir yerlərdə ki, orada cins adlı, insan adlı bir varlıq yoxdur, elə bir yerlərdə Bəli, onlar bəli. yaşayır. Çox gözəl Ustad. Allah razı olsun. İzahınız üçün. Deməli Ustad ayrı bir sual da ünvanlanıb izləyicimizdən. Yazır ki, salam aleykum. Aleykəssalam. Qurana baxdırmaq olarmı? Xahiş edirəm bu barədə biraz məlumat verərdiniz. Qurana baxdırmaqdan əgər məqsəd falçılıqdırsa, xeyr, bu falçılıq haramdır. Bəziləri elə Quranla falçılıq eləyirlər, deyirlər, mən Qurana baxıram, mən filan edirəm. Bu həm günahdır, o baxana da günahdır, ona müraciət eləyənə də Baxdırana. günahdır. Bəli. Onların əksəriyyəti fırıldaq, cəmaatın cibini soyan, pul yiyir, belə insanlardır. Adın qoyurlar, mən Qurana baxıram, cəmaatın cibini soyurlar, ona görə buyururlar ki, müştəhidlərimiz də buyururlar, haramdır, ona müraciət eləmək də haramdır. Həmçinin o şəxsin özünə də bu iş haramdır. Allah razı olsun Ustad. Təəssüflər olsun da Quranın özündən istifadə, Bəli. Quranın qadağa elədiyi şeyi Qurandan istifadə edib Bəli, cəmaatı bəli, aldadırlar. bəli. Deməli Ustad ayrı bir sual da var izləyicimizdən. Yazır salam, aleykəssalam. Ustad, cümə namazı qılmaq üçün hansı şərtlər lazımdır? Mən bir ikisinə müxtəsər işarə eləyim, ətraflı bilmək üçün Risaləyə müraciət eləsinlər inşallah. Cümə namazı cümə günü günorta qılınır. Vacibi təxyiridir. Yəni ki, ixtiyar sahibisən. Ya cüməni qılasan, ya zöhr namazı. Bəli. Cüməni qılsan da zöhrü qılmağa ehtiyac yoxdur. Zöhrü qılsan cüməyə ehtiyac yoxdur. Cümə namazı ən azı 5 nəfərlə olmalıdır. 4 nəfər olsa o cümə namazı batildir. Yəni piş namazla Piş namazla biri. 5 dəfə, bəli. Biri, 5 nəfərin biri piş namazı, Bəli, bəli. 4-ü də İqtida iqtida edən, edən. bəli. Ən azı. İndi çox Bəli. olsa ki, lap yaxşı. Cümə namazında 2 dənə əvvəlində xütbə olmalıdır. Namazdan əvvəl bu xütbələr söylənməlidir. Xütbə həmin çıxış deməkdir də. Bəli. Çıxışlar olmalıdır. İndi bir neçə dəqiqə, ola bilər xütbə biraz az olsun, biraz çox olsun, hər halda. İndi o xütbənin özünün də müəyyən şərtləri. Birinci xütbə nə şəkildə olmalıdır, ikinci nə şəkildə olmalıdır ki, onu istəsələr müraciət eləsinlər. Və ondan sonra imam cümə, o piş namaz, cümə namazını qılmalıdır. Cümə namazında özündə də 2 dənə qunutu var, həm birinci rükətdə, həm ikinci rükətdə. Düzdür, qunutlar vacib deyil, heç biri vacib deyil. Müstəhəbdir. Ümumiyyətlə, qunut namazda müstəhəbdir. Birinci rükətdə qunutu rükudan qabaqdır, amma ikinci rükətdə qunutu rükudan sonra. Allah razı olsun usta, çox gözəl şəkildə, dəqiq şəkildə izah etdiniz. İndi isə başqa bir sualı diqqətinizə çatdırmaq istəyirik. İzləyicimiz yazır, salam. Aleykəssalam. Sualım budur ki, xums verməyən şəxsin evində yemək yemək olarmı? Kimə təqlid edirlər, onu da qeyd eləsəydilər, yaxşı olardı. Ayətullah Sistaniyə görə qarşı tərəf xums vermirsə, onun günahı öz boyundadır. Mən istifadə eləyə bilərəm. Tutalım, o gətirir mənə pul verir, yemək verir, meyvə verir, hər nə verirsə, mən də bilirəm ki, o xumusunu gətirib mənə qoyduğunu xumusunu vermir. Ayətullah Sistani buyurur ki, onun günahı tərəfin, qarşı tərəfin öz boyundadır. Mənim boynuma bir vəzifə gəlmir, mən istifadə eləyə bilərəm. Bəzi müştəhidlər buyururlar, o cümlədən rəhbərimiz Həzrət Ayətullah Xameneyi, əgər yəqin bilsən, 100% bilsən ki, onun gətirib sənə verdiyi şey xumuslu maldır, sən ondan istifadə eləyə bilməzsin. 100% bilsən, ha. Biz çox vaxtı deyirik, mən bilirəm, amma 100% bilinmir. Amma tutalım 100% bilirsən ki, bəli, bu malın xumusunu verməliydi, verməyib. Ya gərək ondan istifadə eləməyəsən, ya da çıxış yolu budur ki, özün onun xumusunu çıxart, ondan sonra istifadə elə. Fərz edin, gətirib yemək qoyub,
baxıram, qiymət eləyirəm o yeməyi. Məsələn 10 manatlıq yemək olar, tutalım. Elə o yeməyi yeməzdən əvvəl mən 2 manat ayırıb qoyuram cibimdə xumus üçün. Ondan sonra o yeməkdə mən istifadə edə bilərəm. Çıxış yolu belə. Yəni zərurət oldu, ayrı yol olmasa gərək bu cür Bəli, yoldan istifadə edin. Çox gözəl ustad, Allah razı olsun. Deməli ustad, ayrı bir hədisdə sual da var izləyicimizdən. Yazır ki, salam ustad, vətəni sevmək imandandır. Hədisi doğrudurmu? Bu hədisin sənədi mötəbər deyil. Düzdür, məşhur hədisdir. Biz elə həmişə eşitmişik də, Bəli, bəli. qədimdən eşitmişik bu hədisi. Ki, Peyğəmbərimizdən nəql edirlər ki, vətəni sevmək imandandır. İmandandır, bəli. Sənəd baxımından mötəbər deyil. Niyə görə mötəbər deyil? Çünki bu hədisin raviləri kimlərdir? Tarixdə heç yanda qeyd olunmur. Hədis kitablarında var. Mərhum, üzr istəyirəm, birinci dəfə hədis kitabında yox, mərhum Şeyx Hürr Amili Vəsail-i Şiə kitabının müəllifi. O, Cəbəl Amil öz vətəninin alimləri barəsində tərcüməyə halını yazıb, alimlərin həyatı. O kitabın əvvəlində yazıb ki, Peyğəmbərimizdən belə bir hədis nəql olunur. Vətəni sevmək imandandır və mən də üçün vətəni sevmək imandandır. Ona görə birinci öz vətənimin alimlərinin tərcüməyə halını yazıram, sonra keçəcəm başqa ölkələrin alimlərinin həyatını yazmağa. O kitabın əvvəlində bu hədisi nəql edib, amma bu hədisin raviləri kimlərdir? Heç birini qeyd eləməyib. Mərhum Şeyx Hürr Amildən qabaq da heç bir alim bu hədisin raviləri kimlərdir, onu gətirməyiblər. Ona görə belə hədislərə deyilir qeyri-mötəbər hədislər. Çünki məlum olmalıdır da, nəql edənlər kimlərdir, məlum olsun. Bu birinci məsələ. İkinci məsələ, bu hədisin mənası. Mənası nədir? Vətəni sevmək imandandır. Bu nə deməkdir? Bunun da barəsində mərhum Şeyx Bəhainin izahı var. Mərhum Şeyx Bəhai buyurur ki, bu vətən ki, bu hədisdə deyilir, əgər həqiqətən Peyğəmbərimizdən olsa, bizə məlum deyil. Vətən, insanın vətəni onun axirətidir. Vətəni sevmək imandandır, yəni axirəti sevmək imandandır. Çünki bu dünya müvəqqəti dünyadır. Bura bizim necə vətəndir? Əsl vətən, həqiqi vətən. Biz elə bilirik doğulduğumuz yer, harada doğulmuşuq falan, oranı vətən hesab edirik, yaşayırıq orada falan. Müvəqqətidir 10 gün, 5 gün, 50 il, 30 il ondan sonra biz oradan gedirik. Bizim daimi yaşayacağımız yer var, axirət. Hədis oranı buyurur ki, oranı sevmək imanla. Mənim Şeyx Bəhai. Gözəl izahdır, həqiqətən də. Belə olanda həqiqətən olacaqdır. Bəzən insan heç ola bilər milliyyəti fərq eləyər. Məsələn, milləti ayrı millətdir, amma ayrı bir ölkədə doğulur. Deməli ki, onun vətəni oradır. Həqiqətən də ustad, bəzən düşündürücü sözü gözəl şəkildə izah etdiniz. Həqiqətən. Allah razı olsun sizdən. Ayrı bir sual da var. İzləyicimiz yazır ki, salam, aleykəssalam. Zəhmət olmasa cavab verərdiniz. Namaz qılıb hicab geyinməmək olarmı? Yəni, namazı qəbul olunurmu? İnsanın birinci növbədə o hədisdə buyurur ki, namaz qəbul olsa, digər əməllər də qəbul olar. Bəli. Və digər tərəfdən də insan əgər bir yaxşı əməl eləyirsə, o əməl o vaxt ona savab, mükafat gətirir ki, sonradan günah eləyib onu aradan aparmasın. Bir insan fərz eləyir, namaz qılır, gedir yenə qeybət eləyir, yalan danışırsa, o qeybətlər, yalanlar onun namazının qəbul olmamağına səbəb olur. Namazından qazandığı savabları aradan aparır. Biri namaz qılsın. Namazda hicab geyinir, amma sonra hicab geyinmir. O hicab geyməmək özü bir dənə böyük günahlardandır. O hicabsızlığı ilə qıldığı namazı batıl eləyir. Yəni Allah dərgahında o qəbul olmur, artıq onun mükafatları da aradan gelir. Ona görə Allaha iman gətirən bilirsə ki, Allah bunu məndən istəyib. Həm namazı məsələn buna görə qılır ki, Allah istəyib. O hicabı da ona görə eləməlidir. Allahın bir istədiyini Allaha görə eləyin, bir istədiyini eləməyin, bu da düzgün deyil. Həm hicab olmalıdır,
həmçinin namazda və digər vaciblərdə Yerində olmalı. yerində. Bəli, Ustad, Allah razı olsun izahınız üçün. Ustad, belə götürəndə bəlkə də indi siz daha doğrusunu indi izah edərsiniz, yenə də lazım olsa. Yəni bir xanımın namaz qılmaması, yəni onun hicabsız olması daha doğrusu namaz qılmamasına şahid biraz az olur. Çünki Bəli. günahı. Çünki bir xanımdır, namaz qılmasa Rəbbi ilə arasındadır. Amma onun hicabsız eşiyə çıxıb, Bəli. naməhrəmləri, yəni bir cəmiyyəti fəsada Bəli. çəkməsi, yəni bir ictimai bir məsələ olur artıq. Bunun günahı da ictimai olur. İndi ola bilər də bir insan namaz qılmaya, Rəbbi ilə arasında, sonra tövbə eləyər, qılar, amma həqiqətən ustad hicabsız və üzr istəyirəm, bəzən də bəzi xanımlar namaz qılsa da belə, amma hicabsız elə vəziyyətdə çıxırlar eşiyə, yəni bütün cəmiyyəti bir növ fəsada çəkirlər. Bəli. Yəni bunun günahı namaz qılmamaqdan bəlkə də şey olur, ağır. Bəzilərində ki, hicab geyinmir, amma görürsən namaz əhli, namaz qılandır, Bəli, vaxtı-vaxtındadır. bəli, bəli. Bəziləri bilməməzlikdəndir. Yəni o hicabın əhəmiyyətini dində, şəriətdə, Dərk edilməlidir. əhəmiyyətini belə bilmir, bilsə eləyər. Hı hı. Bilsə eləyər. Bəli. Sadəcə yönəltmək lazımdır, demək lazımdır. Amma görürsən ki, həqiqətən imanı var. İstəyir də Allahın Razılığını istədiyini qazansın, bəli, bəli. Amma görürsən ki, o bilməməzlikdən bəzən cahillik olur, görürsən. Bilmirlər də bunu. O Düz. amma biləndə, sabah öyrənəndə çox da peşman olur, tövbə də eləyir. Ki onlara yəni bunlar deyilməlidir ki, tövbə eləsin və hicabını keçsin. İnşallah olsun. Allah razı olsun ustad. Allah sizi salamat eləsin. Allah ömrünüzə bərəkət versin. Artıq vaxtımız tamam olduğuna görə ustad bundan artıq sual verə bilməyəcəyik və sonunda da həmişə olduğu kimi sizdən bir dua istəyərdik. Çox sağ olun, Allah razı olsun. Siz sağ olasınız. Allahümme salli ala Muhammedin ve ali Muhammed. İlahi İmam-ı zamanımızın zuhurunda təcil elə. Amin. İlahi bizi o Həzrətin layiqli tərəfdarlarından, əsgərlərindən qərar ver. Amin. İlahi günahlarımıza qələm həff çək. İlahi Amin. dünyasını dəyişən valideynlərimizə, cəmi mümin, müminata, müslimata qəriq rəhmət et. Amin inşallah. Allah razı olsun ustad. Allah sizi salamat eləsin. Təşəkkür Çox edirik. sağ ol. Çox sağ olasınız. Bəli, hörmətli izləyicilər, bu gün də bizə ayrılan vaxtın sonuna gəldik, çatdıq. Həqiqətən də əziz ustadımızın söhbəti elə mövzumuz necə ki ibrət idi, elə başdan ayağa ibrətli bir söhbət oldu və həqiqətən ustad çox gözəl şəkildə bəyan elədi mövzunu. Allah ustadımızın ömrünə və elminə bərəkət versin inşallah və sonunda biz də Allahdan arzu edirik ki, bizləri həmişə ibrət alan bəndələrindən qərar versin. Allahın lütfü inayəti ilə gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.